Tanınmış gənc məddah Həmid Rza Rəcəbzadənin amansız şəkildə qətlə yetirilməsi İran cəmiyyətini əməlli başlı şoka salıb. Son bir neçə gündə ölkə mediasının və sosial şəbəkələrin əsas mövzularından birinə çevrilmiş bu qətl hadisəsinin dəhşətli təfərrüatları üzə çıxdıqca müxtəlif versiyalar səslənməyə başlayıb və cinayət işi siyasi mahiyyət kəsb edib. Təsadüfi deyil ki, 30 yaşlı məddahın qətli ətrafında müzakirələrə xaricdəki İran müxalifəti, xüsusən keçmiş İran şahının oğlu Rza Pəhləvinin tərəfdarları da qoşulub. Yayılan məlumatlara görə Həmid Rza Rəcəbzadə öldürülməsi məlum olandan təxminən 2 həftə əvvəl Tehrandakı Azadlıq meydanının yaxınlığında bir avtomobilə minib və bununla da yoxa çıxıb. Ailəsi həmin vaxt Ərbəyan mərasimində iştirak etmək üçün İraqa gedibmiş və yalnız Kərbəladan qayıtdıqdan sonra onun yoxa çıxması barədə polisə məlumat verib. Bir neçə gün sonra məddahın qətlə yetirilməsi səhnəsini əks etdirən video naməlum şəxs tərəfindən ailəsinə göndərilib. Ardınca həmin video rejim müxaliflərinə aid olduğu bildirilən Telegram kanalında yayımlanıb. Bu da qətlin dəhşətli detallarının geniş ictimaiyyətə bəlli olmasına gətirib çıxarıb. Yayılan videodan aydın olur ki, Həmid Rza Rəcəbzadə sadəcə öldürülməyib, amansız işgəncə ilə qətlə yetirilib. O cümlədən bədən üzvləri kəsilib və ən dəhşətlisi hələ diri olduğu halda sinəsi yarılaraq ürəyi çıxarılıb. Sonda isə qatillər Tehran yaxınlığındakı Pərənd bölgəsində onun cəsədinə od vuraraq yandırıblar. İran polisi avqustun 9-da həmin ərazidə Rəcəbzadənin yanmış cəsədinin tapıldığı barədə məlumat yayıb. Eyni zamanda məddahın qatillərinin tapılması üçün Tehran Kəşfiyyat Polisi nəzdində xüsusi qrup yaradılıb. Kəşfiyyat Polisi Rəcəbzadənin son dəfə mindiyi avtomobilin nömrə nişanını izləməklə və digər məlumatlardan istifadə etməklə cəsədin tapılmasından bir gün sonra qətildə şübhəli bilinən 5 şəxsi, 4 kişi və 1 qadını həbs edib. O cümlədən bildirilib ki, iş üzrə təqsirləndirilən qadın ölkədən qaçmağa çalışarkən İranın şimal şəhərlərindən birində saxlanılıb. İstintaq müəyyən edib ki, ölkədə tanınmış bloger olan həmin qadın Rəcəbzadənin oğurlanması və qətli prosesində açar şəxs olub. Özünün etirafına əsasən Həmid Rza Rəcəbzadə sosial şəbəkədə təxminən 6 ay ərzində onunla ünsiyyətdə olub və ona hicab qaydalarına əməl etmək barədə təkidli tövsiyələr verib. Bu virtual tanışlıq sayəsində o, Rəcəbzadəni əyani görüşə dəvət edib və onu şəhərin xəlvət məkanlarından birinə çəkə bilib. Blogerin sevgilisinin də içərisində olduğu 4 nəfərlə birlikdə o, əvvəlcə Rəcəbzadəyə zəhərli xurma verməklə halsız vəziyyətə salıb. Sonra da ona ağır işgəncələr verməklə öldürüblər. Qətl təklifinin sevgilisindən gəldiyini etiraf edən qadın bildirib ki, sevgilisi bu yolla hökumət xadiminin öldürülməsi müqabilində xaricdəki müxalif şəbəkələrdən bir neçə min dollar almaq mümkün olduğunu söyləyib. Məhz bu səbəbdən qətl prosesi videoya çəkilərək həmin şəbəkələrə göndərilib. Qeyd edək ki, yayılan məlumatlar Həmid Rza Rəcəbzadənin Əhl-i-Beyt məddahı olmaqla yanaşı Bəsic təşkilatının üzvü olduğunu təsdiq edir. Ümumilikdə İran rejiminin ideoloji təbliğatında mühüm rol oynayan məddahların Sepahın və ona bağlı Bəsic təşkilatının himayəsində olduğu məlum faktdır. Buradan qətlin səbəbi barədə digər bir versiya meydana çıxıb. Belə ki, iddia olunduğuna görə bu ilin yanvarında İranda baş vermiş etirazların yatırılmasında, xüsusən yanvarın 8-i və 9-unda etirazçıların kütləvi öldürülməsində Həmid Rza Rəcəbzadə də iştirak edib. Hətta bununla bağlı müəyyən görüntülərin mövcud olduğu da bildirilib. Eyni zamanda Pəhləvi tərəfdarlarından olan Səmira Eyni adlı bir qadın hələ o zaman canlı yayımda onun qızını və digər etirazçıları öldürən Bəsic üzvləri sırasında Həmid Rza Rəcəbzadənin də adını çəkib və onlardan qisas alınmasına çağırıb. Son günlər həmin qadının müraciətini əks etdirən videonun yenidən sosial şəbəkələrdə yayılması da qətlin yanvar etirazları ilə bağlı olduğunu və Pəhləvi tərəfdarı olan şəxslər tərəfindən həyata keçirildiyini vurğulamaq məqsədi daşıyır. Bundan həm də bir növ qətlin niyə amansızlıqla icra olunduğuna izah verilməsinə cəhd göstərilir. Rejim tərəfdarları və hökumət mediası isə bu versiyadan monarxistlərin necə qəddar olduqlarını göstərmək, onların əlinə fürsət düşərsə, hansı vəhşilikləri törədəcəklərini əsaslandırmaq üçün istifadə ediblər. Bu baxımdan Pəhləvi tərəfdarlarından birinin canlı yayımda Həmid Rza Rəcəbzadənin qətl səhnəsini əks etdirən videoya baxıb ləzzət aldığını söyləməsi də rejim təbliğatçılarının əlinə girəvə verib. Həmin versiya əsasında hakimiyyət dəstəkçiləri, hətta İran Dövlət Televiziyası da hadisə ilə bağlı şərhlərində Rəcəbzadəni şəhid adlandırıblar. Bu təbliğat fonunda monarxistlər də sakit dayanmayıblar və özlərinə yönələn ittihamları rədd etmək üçün qətlin İran hakimiyyətinin özü tərəfindən təşkil olunduğunu
və müxalifəti qaralamaq üçün istifadə edildiyini bildiriblər. Rıza Pəhləviyə bilavasitə bağlı olan kanallardan biri bu versiyanı təsdiqləmək üçün yanvar etirazlarından az sonra həbs olunan keçmiş deputat və tanınmış islahatçı siyasi xadim Əli Şəkuriradın açıqlamasını istinad edib. Belə ki, Şəkurirad o zaman bir toplantıda etdiyi çıxışda etirazlar gedişində baş verən zorakılıqların təhlükəsizlik qüvvələrinin özləri tərəfindən təşkil olunduğunu bəyan edib və rəsmi versiyaya əhalinin inanmadığını bildirib. Siyasətçi onu da vurğulayıb ki, etirazların 400 şəhəri əhatə etməsi və aksiyalarda milyon yarımdan çox insanın iştirakı hakimiyyət üçün gözlənilməz olub. Bu yüzden təhlükəsizlik orqanları öz qrupları vasitəsilə etirazları zorakılıq müstəvisinə çəkərək kütləvi qırğın törədiblər. Qeyd edək ki, vaxtilə bu cür təxribatçı qrupların mövcudluğu və onlardan kütləvi etirazlarda istifadə olunduğu barədə İranın keçmiş prezidenti Mahmud Əhmədi-Nejad da sensasiyalı açıqlama vermişdi. Bu yüzden müxaliflər iddia edirlər ki, Həmid Rıza Rəcəbzadənin amansız qətlini təşkil etməklə rejimin təhlükəsizlik qüvvələri etirazçı vətəndaşlara qarşı zorakılıqlara bir növ indidən bəraət qazandırmağa çalışır və hakimiyyətin gələcək repressiyalarına zəmin hazırlayırlar.